Ermənistanın daxili siyasi müstəvisindəki gərginlik pik həddə çatıb. Hakimiyyətlə Qarabağ klanı və Rusiyaya bağlı oliqarxlar arasında qarşılıqlı ithamlar səs-küylü skandala çevrilib. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sabiq prezidentin oğlu deputat Levon Köçəryanın onun əleyhinə verdiyi açıqlamaya kəskin cavab verib. Sözü gedən bəyanatdan bir gün əvvəl Simonyan sabiq prezident Robert Köçəryanı və Rusiyalı milyarder Samvel Karapetyanı açıq şəkildə təhdid edərək hər ikisini tapdalayaraq əzəcəyini bildirmişdi. Bu çıxış ölkədə böyük müzakirə mövzusuna çevrilib. Münaqişənin daha da alovlanmasına isə kiçik Köçəryanın Simonyanın tərbiyəsi barədə verdiyi tənqidi bəyanat səbəb olub. Təhlükəsizlik Şurasının katibi bu tənqidlərə belə cavab verib. Deyirlər, Robun balacası mənim tərbiyəm barədə danışıb. Mən onu elə tərbiyə etmişdim ki, parlamentdə son bir ildə səsi çıxmırdı. Mən zala girəndə o dəhlizə qaçırdı. Digər yandan mənim mühafizəçilərim sənin atan kimi ayaq yolunda adam öldürmürlər, nə də İrəvan küçələrində insanları güllələyirlər. Cavan oğlan, sən belə şeylər barədə az danışsan yaxşıdır. O bildirib. Alen Simonyan çıxışında müxalifətin əsas maliyyə qaynağı olan Rusiyalı oliqarx Samvel Karapetyanın da adını çəkib. O, Ermənistanda geniş bir cəsus probleminin mövcudluğuna işarə edərək proseslərin belə davam edəcəyi təqdirdə Karapetyan və Köçəryanla şəxsən söhbət etməli olacağını bildirib. O, güclü tirana da deyin ki, cəsus siyahısına alınan onun əmisidir. Ruslar onu Kaluqadan bura siyahı ilə göndəriblər. Ətrafındakıların hamısı da həmin siyahıdadır. Çox adamı həbsxanaya göndərdiniz. İndi də deyirsiniz ki, nə üçün toplandığımızı unutmayaq. Toplanmısınız ki, Tormuz əminizin pullarını xilas edib Ermənistandan qaçırasınız. Alen Simonyan Ermənistan parlamentində təmsil olunan müxalif gənclərin qeyri-qanuni yollarla siyasi arenaya gətirildiyini diqqətə çatdırıb. Əziz jurnalistlər, təəccüblənməyin. Bu bir talançının uşağını, o biri bir qatilin uşağını kostyum şalvar geyindirib seçki rüşvəti ilə işə qəbul ediblər və deyiblər ki, özünü ciddi apar. Artıq sən deputatsan. Bunlar da bunu ciddi qəbul ediblər. Mən də onlara yerlərini göstərirəm. Bundan sonra valideynlərini çağıracam. Təhlükəsizlik Şurasının katibinin bu çıxışları Ermənistanda yeni həbs dalğasının anonsu kimi qiymətləndirilməkdədir. Müharibənin 5-ci ilində Rusiyada daxili siyasi status quo və Kremlin cəmiyyətlə qurduğu səssiz pakt təhlükə altına düşüb. Dövlət Dumasına seçkilər ərəfəsində Rusiya elitası daxilində hakimiyyət uğrunda gizli mübarizə qızışır. Nüfuzlu Forbes nəşrinin təhlilinə görə bu mübarizənin son nümunəsi liberal müxalif qüvvə olan Yabloko partiyasının seçki hüququndan məhrum edilməsi olub. Millətçi Rodina partiyasının sədri Aleksey Juravyov müxalifəti birbaşa xəyanətdə itham edib. Yabloko xainlərlə doludur. Onlar qərbi maraqlar üçün çalışırlar. Bu müraciətdən sonra Rusiya Ali Məhkəməsi Yablokonun seçkilərdə iştirakına rəsmən qadağa qoyub. Forbes yazır ki, Yabloko artıq illərdir marjinal siyasi qüvvədir və Vladimir Putinin partiyasına real rəqib deyil. Belə olan halda Kremlin qadağaya getməsinin əsas səbəbi Ukraynadakı müharibənin vurduğu sarsıdıcı zərbələrdir. Sonu görünməyən geniş miqyaslı işğal Rusiya iqtisadiyyatını uzunmüddətli tənəzzül yoluna çıxarıb. Tam hərbi iqtisadiyyat modelinə keçid ölkədə kəskin inflyasiyaya və işçi qüvvəsi çatışmazlığına səbəb olub. Nəşr vurğulayır ki, Rusiyalılar artıq fövqəladə vəziyyət fondlarına arxalana bilməzlər. Moskva hərbi xərcləri və büdcə kəsirini maliyyələşdirmək üçün Milli Rifah Fondunun likvid aktivlərini xərcləyir. Rusiyanın hərbi xəzinəsi çoxdan boşalıb. Yaranmış vəziyyətdə Rusiya Mərkəzi Bankı büdcə boşluqlarını qapatmaq üçün ölkənin strateji qızıl ehtiyatını da satmağa məcbur olur. Maddi çətinliklərlə yanaşı, Rusiya ordusunun cəbhədəki ciddi insan resursu böhranı da dərinləşir. İndiyədək Moskva daxildə sosial partlayışın qarşısını almaq üçün xaricdən gələn muzlu qüvvələrə, xüsusən də Afrikadan və Şimali Koreyadan gətirilən hərbçilərə arxalanıb. Lakin ekspertlərin məlumatına görə Kremlin başqa çıxış yolu qalmayıb. Moskva payız seçkiləri başa çatdıqdan dərhal sonra növbəti geniş miqyaslı kütləvi səfərbərlik imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu ehtimal artıq Rusiya cəmiyyətində ciddi təşviş yaradıb. Bu tendensiyalar Putinin vətəndaşlarla illərdir saxladığı müharibənin adi rusların həyatına təsir etməməsi razılaşmasını tamamilə məhv edir. Yaxın Şərqdə regional təhlükəsizlik arxitekturası yenidən dizayn olunur.
İran İnqilab Keşikçiləri Korpusunun rəsmi səviyyədə inkar etməsinə baxmayaraq, Vaşinqtonla Tehran arasında regional gərginliyin azaldılması üçün gizli mesajların ötürüldüyü məlum olub. Əl-Arabiyanın məlumatına görə bu kritik vasitəçilik prosesinə birbaşa İraq Kürd muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani rəhbərlik edir. Bərzani iyul və avqust aylarında Bağdadda Sepahın Qüds qüvvələrinin komandanı general İsmail Qənini 2 dəfə xüsusi olaraq qəbul edib və tərəflər arasında gizli rabitə kanalları qurulub. Bu səylər nəticəsində İranın Kürd muxtariyyətinə hücumları azalsa da, prosesdən narahat olan qüvvələr Bərzaninin ofisinə və təhlükəsizlik xidmətinə dron hücumları təşkil ediblər. Analitiklər bunun vasitəçilik rolunu sarsıtmaq məqsədi daşıdığını bildirirlər. Hazırda Bərzani Ağ Evin tam dəstəyi ilə Rusiya və İraq mərkəzi hökuməti arasında da strateji vasitəçilik missiyasını yerinə yetirməkdədir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.